İmam Rıza əleyhissalam buyurur ki, göylərdə o bayram yerlərdən daha çox məşhurdur. Qədr-Xum günü göylərdə yerlərdən daha çox məşhurdur. Həmin gün mələklər bayram qeyd edir. Nə qədər əzəmətlidir. Mələklər də həmin günün yer kürəsində, yer üzərində biz bayram qeyd edirik. Tək xeyr, bizdən də yaxşı. Göylərdə mələklər həmin günü bayram qeyd edirlər və hədislərə əsasən həmin gün əmr olunur Cəbrail əleyhissalam tərəfindən Beytul Məmurun qarşısında bir kürsü, kəramət kürsüsü, minbəri qurulsun. Cəbrail əleyhissalam onun üstünə qalxır və bütün mələklər onun ətrafına toplanır. Göylərdə olan bütün mələklər ora yığışırlar və Cəbrail əleyhissalam orada neynəsə yaxşıdır Qədr-Xum günündə. Həzrət əleyhissalamın vilayətini qəbul edən, ona məhəbbəti olan insanlar üçün dua edir, Allahdan bağışlanmaq istəyir. Qədr-Xum bayramı göylərdə daha çox məşhurdur. Peyğəmbərlər həmin günü bayram eləyiblər. İmam Sadiq əleyhissalam həmin bayram haqqında danışanda buyurur ki, Qədr-Xum bayramı ən böyük bayramdır. Allah Taala elə bir peyğəmbər göndərməmişdir ki, həmin günü bayram etməsin. Həzrəti Adəm əleyhissalamdan ta İslam peyğəmbərinə qədər nə qədər peyğəmbər gəlibsə, bizim hədislərə əsasən nə qədərdir? 124 min peyğəmbər onu bayram ediblər. Nə qədər əzəmətli gündür, nə qədər fəzilətli gündür. Və həmçində həmin günü ət peyman günüdür ki, sonra İmam Sadiq əleyhissalam onun göylərdə və yerdə olan adından danışır. Göylərdə də adı var o günün, yerlərdə də adı var ki, hədisin ardını daha oxumuram. Hətta bəzi peyğəmbərlərin başına gələn əhəmiyyətli hadisələr Qədr-Xum bayramında olub. Məsələn, Həzrəti Adəm əleyhissalam üçün ən mühüm məsələ nə idi? Tövbə etməsidir. Eşitmisiniz? O ağacdan ki yedi, həmin gün tövbəsi qəbul olan gün. Quran deyir, onun tövbəsi qəbul oldu, Qədr-Xum günü olub. Quran buyurur, İbrahim əleyhissalamı oda atdılar, odda yanmadı. Odunu yandırmadı. İmam buyurur ki, həmin gün Qədr-Xum günü idi. İbrahim əleyhissalam odda yanmadı və arada da var bu qədər kifayətlənirlər. Qədr-Xum bayramı, Qədr-Xum günü elə bir gündür ki, bütün peyğəmbərlər, peyğəmbər dünyasını dəyişirsə, Allahın salamı olsun onların hamısına özündən sonra bir rəhbər, canişin qoymalıdır. Bu qanundur. Necə ki, bizim İslam peyğəmbər də bunu etmişdir. Bütün peyğəmbərlər özünə canişin, rəhbər özündən sonra insanlara imam, rəhbər təyin eləyəndə Qədr-Xum günündə təyin edirlər. Həzrəti Adəm əleyhissalam oğlu Şeys peyğəmbəri. O cümlədən də Musa peyğəmbər sağlığında Harunu, qardaşı Harunu, dünyasını dəyişəndən sonra Yuşəb-Nununu, o cümlədən də İsa peyğəmbər Şəmunu. İsa peyğəmbərin canişin adı kimdir? Şəmundur. Onlar hamısı Qədr-Xum günündə o rəhbərləri təyin ediblər. Allahın salamı olsun onlara. Qədr-Xum günü və Qədr-Xum bayramı yerlərdə əzəmətli peyğəmbər imam əlini qaldırır, həmin günü bayram qeyd eləyir. Göylərdə mələklər bayram qeyd eləyir. Peyğəmbərlər onu hamısı bayram qeyd eliblər. Hətta qiyamətdə də, axirətdə də o günün əzəməti var. Bəli.